Qoç bürcü. Bugün duygusal dürüstlüyə daha da dərinləşməyə dəvət edirsən. Eyni zamanda təzə sürprizlərə qapı açılır. Özünü gerçək və dəstəkləyici hiss edən insanlara və təcrübələrə cəlb oluna bilərsən. Hər şeyin köklü bir şəkildə ürəyinə toxunduğunu hiss edirsən. Eyni zamanda günün içində səni həyəcan axtarışına yönəldən bir işıq var. Rutin sıxıcı görünə bilər. Buna görə də ruhunu yüksəltmək üçün fərqli şeylər axtara bilərsən. Sadəcə tez keçən həyəcan axtarışında olmamağa diqqət et. Özünə güvən, gerçək olanı seyr et və günü yumşaqlıqla və maraqla yaşa. Buğa bürcü. Bugün emosional sabitlik hissi gətirir. Eyni zamanda hər şeyi biraz silkələyən oyunbaz bir parıltı var. Səmimi əlaqələrə və mənalı söhbətlərə yönəlmək istəyə bilərsiniz. Həmçinin sizə yeni şeylər sınamağa təşviq edən canlı bir enerji var. İstər gündəlik həyatınızda, istərsə də başqaları ilə əlaqənizdə. Hətta sakit anlar belə bugün özəl hiss oluna bilər. Diqqətinizi yayındıracaq şeylərə diqqət edin. Çünki maraqlı fikirlər tez gəlib, tez də yox ola bilər. Günün sizi etibarlı bir istiliyə yönləndirməsinə icazə verin. Ancaq biraz sürprizlə ruhunuzu işıqlandırın. Əkizlər bürcü. Bugün hisslərin dərinliyinə yönəlməyə dəvət edən bir gün. Eyni zamanda həyəcanlı anlar üçün də yer var. Gerçək əlaqələrə və mənalı hisslərə olan ehtiyacınız artacaq. Yeni təcrübələrə açıq olun, çünki canlanma var. İstənməyən sıxıcı anlar daha çətin qəbul oluna bilər. Fərqli və gözlənilməyən şeylərə yönələ bilərsiniz. Ancaq sizi balansdan çıxara biləcək diqqət dağıdıcılarına diqqət edin. Günün səmimi, dəstəkləyici və biraz sehirli olmasına imkan verin. Xərçəng bürcü. Bugün sabit, inandırıcı bir ton gətirir. Əlaqələrə güvənmək asanlaşır. Günün sizi gerçək və dayanıqlı insanlar və vəziyyətlərə yönəltdiyini hiss edə bilərsiniz. İndi qurduğunuz planlar uzun müddət üçün rahatlıq gətirə bilər. Amma sonradan baş verən ani dəyişikliklər sizi yeni və parlaq şeylərə cəlb edə bilər. Həqiqətən vacib olanı itirmədən həyəcanın dadını çıxarmağa çalışın. Sosial anlar sizi gözəl sürprizlərlə qarşılayacaq. Buna görə açıq olun. Kiçik sevinclər, xoş dostluq və tazə təcrübələr ön planda. Şir bürcü. Bugün səmimiyyətə, möhkəm əlaqələrə və real, yerində olan təcrübələrə yönəlmək üçün yaxşı bir gündür. İnsanlar sənin istiliyinə yaxşı reaksiya verəcək. Bu, qarşılıqlı etimad anları yarada bilər. Eyni zamanda yeni və qeyri-adi bir şey sınamağa dəvət edən maraqlı bir işıq var. Sosial planlar, gözlənilməz dəvətlər və gözlənilməyən dəyişikliklər vasitəsilə sürprizlər ortaya çıxa bilər. Sadəcə səni çox uzağa aparan şeylərə diqqət et. Tarazlıq ən şirin nəticələri gətirir. Qız bürcü. Bugün sabitlik hissi ilə təzə dəyişikliklər qarışır. Ümid vermək üçün səbəblər yaradır. Münasibətlər və şəxsi əlaqələr daha hamar axır. Anlamaq üçün yer var ki, havanı təmizləsin və güclü bağlar yaratsın. Eyni zamanda yeni və qeyri-adi bir şey ortaya çıxa bilər ki, bu da yeni maraq doğura bilər. Həyat sizi araşdırmağa dəvət edirsə, rutinə çox bağlanmayın. Gün sakit inamı və sürprizlərə açıq olmağı dəstəkləyir. Tərəzi bürcü. Bugün sizi daha sabit emosional zəmin üzərində dayandığınızı hiss etdirir. Həyat isə sizi yeni şey sınamağa dəvət edir. İnsanlardan və vəziyyətlərdən nəyi həqiqətən istədiyinizi daha aydın görə bilərsiniz. Bu, seçimləri asanlaşdırır. Gününüzdə gözlənilməz bir mesaj və ya ruhunuzu qaldıran ani bir plan kimi xoş sürprizlər ola bilər. Eyni zamanda, vaxtınızı və enerjinizi harda sərf etdiyinizlə bağlı realistik olmağın vacibliyini hiss edə bilərsiniz. Praktik məsələlər daha asan irəliləyir, xüsusilə də yalnız əhəmiyyətli olanlara diqqət yetirsəniz. Etibarlılıq və kiçik həyəcanlı dəyişikliklər əl-ələ gezən bir gündür. Əqrəb bürcü. Bugün hisslərin sabit olduğu, amma eyni zamanda həyatın sənə yeni bir parıltı təqdim etdiyi bir gündür. Əhəmiyyətli bir şeyə daha ciddi yanaşmağa hazır ola bilərsən. Bu, şəxsi məqsədin və ya həyatındakı mənalı bir vəziyyət ola bilər. Gözlənilməz cevinclərə, ani dəvətlərə və bir anda gülümsədiyin anlara yer var. Həqiqətən sənin üçün dəyərli olanı daha çox hiss edə bilərsən. Bu da səni yorucu şeylərdən uzaqlaşdırır. Praktik düşüncə sənə dəstək verir, amma ruhun həyəcanverici təcrübələrə yönəlir. Stabillik və gözəl sürprizlərin bir araya gəldiyi bir gündür. Oxatan bürcü.
Bu gün sizə daha sabit emosional ritm gətirir, həyat isə həyəcan verici detallar əlavə edir. Özünüzü dəyərlərinizlə daha bağlı hiss edə bilərsiniz. Bu qərarlarınızı gücləndirir. Gözlənilməz planlar və ya qarşılaşmalar gününüzü işıqlandıra bilər. Yeni şeylərin cevincli ola biləcəyini xatırladın. İndi mənalı bir şey qurmaq mümkündür, yalnız arzulamaq yox. Praktik düşüncə sizi sabit saxlayır. Bu, stabilliyi sevmək və yeni sürprizləri qarşılamaq üçün bir gündür. Oğlaq bürcü. Bugün dəyərlərini bilən insanlarla daha güclü bağlar qurmağı hiss edirsən. Bu, ürəyini isidir. Planların dəyişə bilər, amma bu gününü canlandırar. Tanışla tanış arasında qalmış hiss edə bilərsən. Buna görə özünə zaman tanı. Danışıqlar sənin üçün rahatlıq və təhlükəsizlik hissi gətirə bilər. Düşüncəli qərarlar vermək üçün və rahat rutinlər üçün yaxşı gündür. Dolğa bürcü. Bugün duyğusal sabitlik və yenilikçi dəyişikliklərin harmoniyası var. Özünü dəstəklənmiş və ilhamlanmış hiss edəcəksən. Gerçək və etibarlı insanlarla əlaqə qura bilərsən. Bu da özünə inamını artırar. Eyni zamanda gözlənilməz bir şey modunu yüksəldər. Rutinlərdə biraz narahatlıq hiss edə bilərsən, amma bu hiss müsbət tərəfə yönəldir. Söhbətlər qapılar açar və anlayışın hissini artırar. Ümumilikdə bugün isti, möhkəm enerji və xoş sürprizlərlə doludur. Balıq bürcü. Bugün emosional atmosfer sizi daha sabit və təhlükəsiz hiss etdirir. Eyni zamanda yaxşı mənada sizi silkələyəcək bir yenilik də ola bilər. Əhəmiyyətli əlaqələrə və başqalarından gerçək anlayışa daha açıq hiss edə bilərsiniz. Gözlənilməz bir sürpriz, əhval dəyişməsi və ya gününüzü parlaq edəcək bir fürsət ola bilər. Rutini saxlamaq çətin görünə bilər, amma enerji sizi kiçik dəyişiklikləri qəbul etməyə təşviq edir. Dəstək verən insanlar və təsəlli verən anlar ön planda. Bugün sizə yavaş-yavaş güc verir, eyni zamanda həyatı maraqlı saxlayır.